Mən ümumiyyətlə ağıllı adamam. Zamanında addım ata bilirəm. Heç şəxsi həyatınızdan danışmırsınız. Yox, mən heç vaxt şəxsi həyatımdan danışmıram, xoşlamıram. Mən əziyyət çəkmişəm. Mən bugünkü gün istəmirəm mənim evladım mənim çəkdiyim əziyyəti əlinə qəzet götürsün, küçədə satsın. Məktəbdə tətilə çıxanda, uşaqlar tətilə çıxırdı, mən düşürdüm şəhərin canında iş axtarırdım özümə. Heç olmasa bunu da kişi kimi deyin də. Başqa adama zəng edirəm, filan tarixdə Namiq istəyir toy məclisimizə. Hə, Namiq zan etdi, vəsə, yalandan. Toy yazdı, inanır. Mən özümdən sual verin də, mən o barədə danışa bilmirəm. Bunu vermə, hə, bunu vermə. Peki verək. Ya. İlk görüşümüzdür. Yəni ilk həmsöhbətik. Və o yüzden maraqlıdır. Namiq Qasımov kimdir? Namiq Qasımovdur. 1983-cü il Bakıda bir nömrəli doğum evində, Əzizbə evdə. Dünyaya göz açmışam, avqustun 22-sində. Sonra? Necə oldu müğənni olmaq qərarına gəldi? Bu qərar özündən asılı olmuraq. Elə şey olur, mən deyim, bir müğənni olam, gedim müğənni olurum. Getdikcə illər, təcrübələr, nə bilim, istəklər, həyatın, nə bilim, enişi, yoxuşu, həyatın təcrübəsi də belə deyim də, yaşadıqca sən artıq başlayırsan özünü tapmağa bu həyatda. Bilirsən ki, məsəl üçün, artıq sən bu sferaya uyğunsan, sən özü orada görə bilirsən, o qabiliyyət səndə varsa, məsəl üçün də. Hələ yox, mən birdən-birə durdum da müğənni olum və yaxud da ki, dülgər olum, alınmıraq. Amma gəlir razılaşaq ki, elələri var ki, gecə yatırlar, səhər dururlar müğənni. O, bilmirəm, mən özümdən sual verin də, mən o barədə danışa bilmirəm. Yaxşı, onda sualı belə qoyaq. Niyə məhz müğənni? Başqa sahə yox. Nə bilim, həyatdır da. Gəl razılaşaq ki, çox tez populyar olan ifaçılardansan. Hə, o barədə razıyam. Və biz nə yatdıq, nə yoxu gördük və bir gün ayıldıq ki, Namiq Qasımov kimi bir populyar müğənni. Yox, o yatıb yuxu, o da bir zaman oldu da. Yəni, bir gün oxudum, səhər tanındığım söhbəti deyir axı. O da bir müddət ərzində başlayırsan da tanınmağa. O da gəl o illərə qaydaq. Necə oldu? Belə bilsən nə oxşayır? Biri var, məsəl üçün suyu süzürsən, risk belə suyu süzürsən, su tez yayılır. Bir də var damcı da, su dama başlayır yayılmağa. Məsələn, bu tanınmaq siması da və yaxud da insanlar tərəfdən sevilmək, mahnılar da elə oldu da, yavaş-yavaş mən mahnı, məsələn, bir mahnını ifa elədim. Bugün 2 nəfər gördü, mahnını qulaq asdı, dinlədi. Sabah 5 nəfər, belə-belə. Dayanı birdən-birə reski mən çıxım, elə şey harda olur? Heç kim ola bilməz. O sən dediyin bəlkə variant da o. Yatdım, səhər durdum müğənni, o da ola bilməz. Bir səhər ayıldıq, bəsimsən. Hara getdik, bəsimsən. Yox, bildim, bəsimsən, axı, belə deyək, ondan qabaq axı mənim mahnılarım var idi, onlar da insanlar tanıyırdı, dinləyirdi. Bəsimsən deyir də, ən birinci mahnım Sərsərə aşiq olub. Bir səhərdə ayıldıq, Heydər Əliyev sarayının qarşısında böyük hərflərlə Namiq Qasımov solo konserti. Yəni, çox tez oldu. Yox. Hər şey sanki sürətlə. Yox, tez deyil, bilirsən, belə bir şey var. Mən ümumiyyətlə ağıllı adamam. Düzdür, hamımız səhv eləyirik, mənim də səhvlərim var. Demirəm, mən dahi insanam, müdrik insanam. Yox, ağıllı adamam, hansı ki, zamanında addım ata bilirəm. 90% belə deyək də, bəzi hallarda, çox bəzi hallarda deyək, mən addım ata bilirəm. Məsələn, mənim birinci mahnım Sərsərə aşiq çıxanda məni heç kim tanımırdı üzümdən. Mahnını oxuyurdum, gedirdi hər yerdə, heç kim bilmirdi mən oxuyuram o mahnını. Yəni, bilmirdilər ki, bu oğlan mahnını oxuyandır. Mən dedim ki, qərar verdim, mən konsert verəcəm. Çünki mahnını cəmaat eşidir də, baxıram ki, hər yerdə mahnı gedir. O mahnıya insanlarda belə bir istək yaranır. Və dedim ki, bunun əsnasında qoy bir konsert eləyim, qoy özümü tanısınlar. Konsert verdim, zal anşlaq oldu. İkinci konsertimdədir ki, ondan sonra mahnılar ifa elədim, onlar da sevildi insanlar tərəfindən. Amma Bəsimsən gəlib çatanda Bəsimsən sevildi. Yox, ondan qabaq Sadıqla bir duetimiz oldu. Yay üçün. Qəşəng bir duet çıxartdıq. İndi çox adam ona qulaq asırdı. Sonra Bəsimsən oldu. Avqustun 8-i çıxartdım o mahnını. 8-i çıxartdım. O mahnı bir paylaşılan günün axşamından başladı insan tərəfindən paylaşılmağa. Amma sevilmək hardasa bir, belə deyim də, düzdür, həmən günü sevilməyə başladı
ümumi insanlar tərəfindən artıq bir 10 gün müddətində belə deyək, sevildi. Baxış saydı çoxaldı birdən-birə, təsəvvür edin ki. Amma yəni dedim ki, anidən konsert eləyəcəm sarayda. Sağ olsun sarayın rəhbərliyi də, oradakı işçilər də. Bilirsiniz də orada konsert vermək icazə lazımdır. Hər insanı orada qoymurlar, icazə vermirlər. Hər müğənninin işi deyil, Heydər Əliyev sarayın səhnəsinə çıxsın. Yox, müğənninin işi onsuz da mahnı oxumaqdır da, sənət göstərməkdir. Amma orada çıxıb sənət göstərmək doğrudan çətindir. Yəni o baxımdan. Mən özümə heç vaxt deyə bilmərəm sənətkaram. Baxmayaraq ki, mən illərdir bu sənətdəyəm və illər ərzində kimləri mən görmüşəm də, yəni ki, hansı sənətkarları görmüşəm və toy məclislərində olmuşam da. O insanları mən görmüşəm axı. O özü bir şkoladır. Elə onların canlı yayında durmaq, canlı yanında durmaq bir məktəbdir. Onlara baxmaq, nə isə eşitmək. Bax belə o konsert də anşlaq oldu. Ondan sonra daha ondan qabaq haqqımda danışırdılar, paxıllıqlar. Bilirsiniz, bu həmişə var. Mən bunu artıq qəbul eləmişəm ki, insanlar yaxşılardan iraq təbii ki, bəzi faizlər var ki, insanlar şeytandır, iblisdir. O kinoda deyir. Və o şəkildə adama qarşı elə hərəkətlər eləyirlər. Konsertimiz üçün qalmış hər yerə girdilər ki, Namiqin konserti atmenit olunub, nə olub, olmayacaq, belə xəbərlər. Konsertdən sonra da belə mənə qarşı ləkə yaxmalar, qara yaxmalar, yəni ki, ay toy apara bilmir, toy oxuya bilmir, nə bilim. Toy getmir. O toydan mənə qoymadılar iştirak eləyim ki, yalandan. Məsələn, zəng edib deyirlər ki, Namiq istəyir, başqa nömrəyə zəng edib, toy gəlsin yanında. Bizə zəng vurmur, məsəl üçün, yalandan. Başqa adama zəng edir, Namiq, filan tarixdə Namiq istəyir toy məclisimizə. Namiq zanitdir, vəsə, yalandan. Toy gəlsin inanır. Və yaxud da ki, toy gəlsin yanında elə bir sözlər deyirlər ki, belə deyək də, o da toy gəlsin bilirsiniz necədir, elə mən olum. Mən evladıma toy eləyirəm, adam həyəcan keçirdir axı. Baxmayaq, birinci toy eləyən insanlar var, həyəcan keçirdir, bilmir, gəlir kimisə yanlar, bir dənə söz məsələn ona anidən təsir eləyə bilər. Ağ pambıqdır da, belə deyək də. Qadir məsələn deyirlər ki, Namiq, əla oxuyandı, çox gözəl oxuyandı, qəşəng mahnılar da var, ayda, çox sevilir. Amma keçən dəfə burada toyda idi, nəsə toy gəlsin narazı qaldı, yaxşı apara bilmədi. Bu, heç olmasa, bunu da kişi kimi deyin də. Bugün Namiq yerindən razıdırmı? Mən ümumiyyətlə, belə deyək, 2018-ci ilə qədər bir balaca həyatım başqa cür yaşamışam. Naşükürlük olub mənim həyatımda. Bilirsiniz, naşükürlük nəyə görə? İnsan bəzən bilmir. Mən ümumiyyətlə 2018-dən bu tərəfə mən çox şükürlü həyat yaşadım. Hər dəfə şükür elədim, qazandığım pula da, qazana bilmədiyim günə də şükür elədim ki, və başa düşdüm ki, insan ümumiyyətlə razı olmalıdır. Əgər bugünkü gün varamsa, bugün Allah mənə bu dünyada, bu dünyaya göz açdırıbsa, Allah tərəfindən biz gəlmişiksə, nə xoşbəxtlik biz. Çalışıram ki, vicdanlı, imanlı, düzgün həyat yaşayım, söz götürməyim. Nə bilim, kimsə mənə artıq bir söz deməsin, özümü o dərəcəyə çatdırmayım. Şükür eləyirəm, hər günümə şükür eləyirəm, çox şükürlər olsun. Bugünkü gün varam, arzu da eləyirəm ki, həm özümə, həm digər insanlara sağlam yaşayaq. Çünki bizim bu cisimimiz, Allah tərəfindən verilən bu cisim, bu ruh çox dəyərlidir. Onu hər adam başa düşmür. Yəni, insan elə bir situasiyaya düşür ki, onu da dərk eləyə bilsən ki, ay Allah, məsəl üçün, bir dənə sağlam olum. Heç nə istəmirəm. Belə situasiyalar çox olur həyatda. Ona görə şükür eləmək lazımdır. Allaha çox şükür eləmək lazımdır ki, bugünkü gün yeriyə bilirik, gəzə bilirik, nə isə istəyiriksə onu daha gedə bilirik, hansısa bir nə isə güc verə biliriksə, Allaha çox şükürlər olsun. Elə insanlar var ki, bu dəqiqə məsəl üçün heç yerindən tərpənmir, pastelindən dura bilmir. Allah onlara da şəfa versin öz izni ilə. Həmd olsun Allaha, çox şükürlər olsun. Niyə biz bəsimsən sözünü deyə bilmirik? Elə deyirik ki, olsun, olsun, bəsim deyil, olsun. Bəs onu deyirəm də, bilirsən, mən yenə deyirəm, adam onu fikirləşə bilmirsən də. Mən hərdən sual verirəm ki, olur da insanlar bizim ətrafımızda kimdən söhbət edir, amma bu durumda səhər sağı. Prosta mənə maraqlıdır da. Ayıldım da yuxudan. Allah şükür elədim ki, mən bugün yuxudan ayılmışam.
açığı çoxumuzda o yoxdur da, düzdür, yaddan çıxır. Mən demirəm, mən ağıllıyam, hələ mən deyirəm, əstəğfurullah, mənəm demirəm. Sadəcə sual verirəm, demək ki, hər adam bunu eləyir, məsəl üçün də. İndi eləyənlər var ha, demirəm. Mənim özümdə də yaddan çıxır, bilirsən. Səhər duran kimi deyirəm, ay Allah, sənə çox şükür də, nə yaxşı göz açdım bu dünyaya, mən təzədən yenidən. Yəni ayıldım. O özü bir xoşbəxtçilikdir, özü bir Allahın bir hədiyyəsidir insan ki, ayılırsan. Arzular var, istəklər var, durub onu yerinə yetirəcəksən. Nə bilim, klip çəkirsən, mahnı alırsan, mahnı oxuyursan, hansısa tədbirə getsən, kimisə sevindirməyə getsən. Yox, bəsimsən deməyə lazımdır. Mənim bugünkü gün, mənim özüm elədiyim iş mənim üçün bəsdir. Amma mənim evladlarım üçün bəs deyil. Mən onlar üçün də nəsə eləməliyəm. Və yaxud da ki, ailə üzvlərim üçün nəsə eləməliyəm. Nə bilim, maraqlıdır da, yəni bu çox da demək olmaz bəsdir. Elə həmişə şükür eləyib Allahdan istəmək lazımdır. Yeri gəlmişkən, heç şəxsi həyatınızdan danışmırsınız. Yox, mən heç vaxt şəxsi həyatımdan danışmıram, xoşlamıram. Mən primer çəkdim də, evlad, ailə, bacı üçün, qardaş üçün bunları eləyirsən. Özün üçün hər şey bəs olursa, amma görürsən ki, onların əskiliyi var, onlar üçün də nəsə eləyirsən, onlar üçün dua eləyirsən, hələ demirsən, bəsimsən, belə deyək. Ümumiyyətlə, istəyərdinizmi ki, övladlarınız da müğənni olsun? Yox, mən heç vaxt, yox, belə deyək də, bu gözəl sənətdir. Mənim çox əzablı günlər, əziyyətli günlərim olub. Mən də oturmuşam orada, ayda, mən nə vaxt konsert verəcəm, mən nə vaxt coşqu ilə, hamı deyəcək, namizad. İnsanlıq da, hamımızda belə şeylər olur da. Çox şükür, bugünkü gün çox şükürlər olsun ki, onlar Allah yerinə mənim üçün eləyib də, Allahıma çox şükürlər olsun. Düzdür, elə şey var ki, o bəzi şeylər alınır əlindən, insanın bəzi şeylər verilir. Sadəcə sənətin pisi yoxdur, nə bilim, adam bəzən elə olur ki, o sənətdə kimisə də görürsən, mən aşılamaq məqsədi ilə demirəm ha. Eyni sənəti iki nəfər daşıyır da, biri yaxşıdır, biri pis. Allah yaxşıları qorusun, pislərə də hidayət versin Allah, hidayət eləsin. Yəni özünüz... Məsəl üçün, mən istəmərəm, mənim evlad deyirsənsə, evladlarım musiqi ilə məşğul olsun. Musiqini aşılamaq deyir ha, bu, əstəğfurullah, qəti, naborot musiqi, mədəniyyət. Sadəcə olaraq bu şeylər ki, mən görmüşəm, nə bilim, çox çirkinliklər var, adam onları görəndə istəmir. Belə deyək də, məsəl üçün, mən əziyyət çəkmişəm, küçədə olmuşam, işləmişəm, düzdür. Mən bugünkü gün istəmirəm mənim evladım mənim çəkdiyim əziyyəti. Əlinə qəzet götürsün, küçədə satsın. Və yaxud dursun hansısa bir şeyin qabağında. Mənim o vaxtı, məsəl üçün, məktəbdə oxuyanda, orta məktəbdə. Bunu deyim, qoy. Məktəbdə tətilə çıxanda, mən gedirdim, uşaqlar tətilə çıxırdı, mən düşürdüm şəhərin canında iş axtarırdım özümə. Vallahi deyirəm. Gedirdim Targovda, nə marısı, deyirdim ki, sizə satıcı lazımdır, marajın aparatını böyründə. Hə, götürürdülər, məsəl üçün. Şey işləyirdim, marajını satırdım. O pulları da yığmışam, özüm üçün nəsə eləmişəm. Paltar almışam, nə bilim, nə almışam, amma məktəbə görə də. Çox işləmişəm. Neçə yaşından oxuyursan? Uşaq vaxtından 5 yaşında mən ilk dəfə Heydər Əliyev adına sarayda, yəni o vaxtı Respublika sarayı deyirlər. 1988-ci ildə mən orada Bakı Payız Festivalında çıxış eləmişəm Adı Şirin Bağırovla. O uşaqlıqdan olan bir şeydir. 5 yaşında uşaq necə əzbər deyə bilər o boyda sözləri təsəvvür elə, ola əzbər bilirdim. Səhv eləmirəmsə qrupda da çalışmışdın. Hə, İmbrazos qrupunda çox yerlərdə işləmişəm. Yəni istəyir sənət, bu sənətdən istəyir belə. Şükür Allah, mən həmişə demişəm, başım yuxarıdır, Allaha çox şükürlər olsun. Amma elə yerlər var, mənim başım da aşağıdır, gözüm də aşağıdır. Başa düşən üçün bildi mən nə dedim. Tək ümidim sənsən. Namiq çoxmu deyib bu sözü? Ümumiyyətlə, Namiqin dilində bu söz varmı? Mən deyim. Ya, mənim üçün tək ümid deyəndə, belə deyək də, bilirsiniz, Mahnınızın sözlərində var. İndi o mahnı sözləri ola bilər də. Ümumiyyətlə, uyğunluq varmı? Yəni, mahnının sözləri ilə həyatınızda? Hə, bəzi mahnılarım var, hə, əlbəttə ki, uyğun gəlir. Amma mahnı ilə, düzdür, indi insanlar arasında parfümdür, məsələn, mahnıdır, bəzən çox xatirələri insanın yadına salır.
xatırlayır. Amma ümid mənim üçün Allahdır. Vəssalam. Mənim inandığım bir dənə varlıq varsa Allahdır. Allaha inanıram, dəhşət, ruhən, qəlbən o qədər bağlıyam. İnan, vallahi edirəm. Yəni mən hiss eləyirəm onu. Yəni, mən o sözü ancaq Allaha deyə bilərəm, ümidim. Yəni Allahdır, vəssalam. Çünki mən həmişə görmüşəm dualarım yerinə yetib. Allaha çox şükürlər olsun. Mahnıları seçəndə sözlərinə mi fikir verirsən, yoxsa musiqisinə? Belə deyək, mahnıları seçəndə sözlərə də fikir verirəm, musiqiyə də fikir verirəm. Çox mahnımın sözlərində müdaxilə eləyirəm. Sözləri. Və bu yaxınlarda bir mahnımız olacaq inşallah. Orada mən müdaxilə elədim sözlərinə. Çox vaxt sözlərinə müdaxilə eləyirəm. Mən biraz başqa cür baxıram da, başqa prizmadan yanaşıram. Məsələn, adam şeiri yazır, bir xanıma həsr eləyir, amma mən deyirəm ki, elə eləyək ki, o ümumi şəkildə səslənsin də, başa düşürsən. Tək o xanım üçün o istədiyin fikirləşir, amma mən ümumi insanların istədiklərindən məsələn danışıram ki, həm xanım bəyə deyə bilsin, həm də bəy xanıma deyə bilsin, belə deyək. Sırf bəy xanıma deməsin də, xanım da bəylərə desin, bəyə desin. Yaxşı, onda belə bir sual, bir bəyin bir xanıma deməsi ki, qucaqla məni. Bəyin? Bəli. Bu mənim sözlərimdir, mən yazmamışam o sözləri, onu yazıb Murad Kərimzadə. Qucaqla məni biraz mənim repertuarımda belə deyək ki, o dəyişiklik eləmək istədik. Olur da, qucaqla məni, burada nəsə bir qəbahətli bir şey yoxdur ki, mənim fikrimcə. Mahnının sözləridir. Mənim əlim kəsiləndə, bax bu əlim, kəsilib düşmüşdü mənim, sağ əlim. Niyə? Olmuşdu, bir hadisə olmuşdu, ondan kəsilib düşmüşdü. Mən Allaha o qədər şükür elədim ki, bu əl burada qaldı. Yəni, bu gün təsəvvür eləyirəm də, indi insanlar var, yoxdur, qolu, ayağı. Bu insanları görürük axı, başa düşürsən, nə qədər əziyyət çəkirlər onlar, nə qədər əzab çəkirlər. Bugünkü gün bu mənim əlimin üstündə qalmaq, burada qalmaq, bizə nə deməkdir? Allahın elə ən böyük hədiyyəsidir də bu da, ən böyük, nə bilim, biz dediyimiz maddiyyatdır, onlardan da üstün bir şeydir. Ona görə xoşbəxtəm. Çünki mən, yenə deyirəm, çox şeylər var ki, Allah onları mənə eləyib, məni bağışlayıb, mən onu hiss eləyirəm. Ona görə xoşbəxtəm. Namiq, bir sual vermək istəyirəm. Xoşbəxtçilik üçün mütləqdirmi pul? Bilirsiniz, Ümumiyyətlə belə bir fikir var ki, pulun varsa hörmətin var, pulun yoxdursa hörmətin yoxdur. bəzi hallarda baxır sənin əhatına, öz əhatın səni qəbul edirsə, sən mütləq deyil ki, sən bütün dünyaya özünü sevdirməlisən, puluna görə və yaxud da, nə bilim, mahnıva görə, onun dəxlisi nədir? Sənin əhatında sənə lazım olanlar insan varsa yetər eləyir də. Onlar sənə sayırlar, hörmət edirlər, bəs eləyir. Düzdür, o oynayır rol. Məsələn, baxırsan ki, sosial aparırlar, eksperiment aparırlar. Məsəl üçün, bir aktyor geyinir, elə bir viddə gəlir restoran qabağına, onu qarşılamırlar. Məsələn, geyinir kostyum zadda, gəlirlər onun qəşəng qarşı. Əslində, burada bir sən nədir söhbət? Mən ona baxanda geyim bir mədəniyyətdir. Səhv danışmıram ki, məsələn, geyinirsən də, bir geyimin də düzgün əməlli libasın olmalıdır. Əynində ki, sən gedib, harasa gedirsən də, gedim mənə çağırırlar da, elə bir formada gedim ora, əlbəttə ki, mənə saymayacaqlar. Bu tərəfi də var. Bu tərəfində fikirləşəndə, pulun olmayanda deyirsən ki, məsəl üçün, ayda, pulum yoxdur. Saymırlar da öyrək, məsələn, sən istədiyi eləyə bilmirsən. Saymasın da, nə olacaq ki? Ay qardaş, mən deyirəm də, mən həyatımla nəfsimin arasını kəsilib məndə 2018-dən bu yana. Mən bilməm, başqa fikirləşəm, mən başqa cür baxıram həyata. Müvəqqəti bir həyat kimi baxıram, amma baxmayaraq ki, müvəqqəti həyat kimi baxıram, amma bizim missiyamız var da həyatda. Allah bizi yaradıbsa, biz o missiyalarını yerinə yetirmək. Ən birinci missiyamız insan olmağımızdır. Bir də deyirlər ki, Namiq Qasımov fərqli xasiyyətdədir. Fərqliyin nədədir? Necə fərqli xarakter? Yəni deyirlər ki, məsəl üçün də mən ilk olaraq sənlə tanış olmayanda düşünürdüm ki, Namiq Qasımov çox qaraqabaq efirdən. Yəni sual verərsən 5 gündən sonra cavab ala bilərsənsə şükür eləyərsən. Amma yox, estağfurullah. Amma ünsiyyət qurduqca çox zarafatcıl.
Zarafatçıl deyəndə belə də, yəni zarafat eləyirəm, təbii ki, o yenə də insanların əhatəmə baxır da, baxır kimdən. Adam var məsəl üçün görürsən ki, ondan sən zarafat eləyə bilmərsən. Mən də düz deyil, belə özümü şey eləmirəm ki, zarafat eləyim. Ani alınan şey olur da, məqam olur ki, məsəl yerində düşür, onda gülüş yaranır, səndə də gülüş yaranır məsəl üçün, amma həddində. Sosial şəbəkədə olmaq o demək deyil ki, hansısa bir pis vərdişləri sən müzakirə eləyəsən, belə deyəsən, reklam eləyəsən və yaxud da o barədə danışır. Xeyr, naborot elə insanlar var, bu dəqiqə sosial şəbəkədə oturub çox maarifləndirici verilişlər aparır, danışıqlar aparır, diskussiyalar aparır. Mənə ləzzət eləyir. O kiminsə hansısa bir dərəcədə şeyi varsa, o gedir ona baxır da, nə demək olar? O da onun həyat tərzidir. Namiq Qasımovun niyə duetlər yoxdur? Varsa da biz... Yox, varımdır. Bu mənlə işləyən xanım Türkan Abbasova ilə. Belə duetlərim yoxdur. Fikir varmı? Vallahi nə bilim, nə deyim, kimə durum deyim ki, mən duet oxuyum. Bilmirsən, birinə nəsə deyirsən, oradan bunu deyir, bu onu da Allah hamının işini avan eləsin. Vallahi. O zaman belə bir sual. Namiq Qasımov özü kimi dinləyir? Mənim üçün, bax, hər gün mən mahnıya qulaq asım. Ümumiyyətlə, mənim dinlədiyim şeylər, meditasiya olan şeylər var ki, mən onları dinləyirəm, sakitləşirəm də. Mən çox dinləyə bilmirəm mahnıları. Amma dinlədiyim əlbəttə ki, Ağaxan Abdullayev, Allah rəhmət eləsin, Hacı Babadır, Allah rəhmət, Əli Baba Məmmədov, Allah rəhmət eləsin, Elçin Cəllovdur, Emil Rəhmanoğludur. Sonra Eltondan dinləmişəm, Ayaz Qasımovdan, Zamiqin mahnıları. Yəni demirəm bütün günü qulaq asıram, amma yəni dinlədiyimdə belə qulaq asmışam, xoş olub. Çox sevindirici haldır ki, səhnəmizdə bir Namiq Qasımov var və çox keyfiyyətli mahnıları ilə bizləri sevindirir. Sağ olun, çox sağ olun siz də. Mənim mahnılarım deyil, onları yazan ərsəyə gətirən var. Amma sən təqdim edirsən də. Sənin səsində dinləyib sevirik. Mənim səsimlə sevilir mahnılar, amma gəlin düzgün danışaq da bəstəkarlar var. O mahnı deməli onu yazan, yaradan var da, necə ki bizi yaradan var. O mahnıları da axı ərsəyə gətirən var. Axı elə belə bir şey olmur axı. Elə belədən o mahnı yazılmır, söz yazılmır. Deməli, hansısa bir situasiyalar var, həyatda olur. Onlardan da irəli gələn nə xoş ki, musiqi olur. Allah həmişə deyir, bir şey bizə salsın. Bu arada xatırladım ki, bizim də dəstəkçimiz Təbib Əkbərli parfümdür. Parfüm pay verəcəksiniz? Bəli. Nə gözəl. Sizin üçün də göndəriblər. Nə danışırsın? Təbib Əkbərliyə təşəkkürümü bildirirəm. Bu nədirsə, bahalı ətir oxşayır. Nə gözəl ətirdir bu. Nə gözəl qabları var, qablaşması var bunun. Baxım, iynə deyəcəm. Bu tanış gəldi, bu iyi mənə nəsə. Sən vurmursan bundan? Yox. Sağ olsunlar. Qəşəngi. Qəşəngiyi var. Sağ olun, var olun. Gedə bilərəm.